Değerli dostlar, Avropadan salamlar, Almanya'dan salamlar. Size bir maraqlı bir şey göstərim. Deməli, bu mağazin DM'dir, hamının tanıdığı, bildiyi DM. DM mağazini burada bu Hacı Leyləyin yuva qurması için, baxın, yuva qurması için dəmir stulba, qırğın da qırğın. Çox gözəl belə bir şey. Özü altında düzəldiblər ki, güvənli olsun, balaları oradan düşməsin. Bəzi ölkələrdə işıq stulbaları belə yoxdur ki, taxtadan vururlar. Neydən vururlar? O da bir yaxşı küləkdə başın qoyur yerə. Baxın dostlar, DM mağazini. Bu da dəmir turbadan kefin üstündən düzəldiblər quş üçün. Ki, quş burada balalasın. Baxın dostlar, ümumiyyətlə mən sizə bir söz deyim. 11-ci sinifə oxuyan, 11-ci sinifə qədər oxuyan, orta təhsil olan insanlar bilər ki, dünyada ölkələr 3 yerə bölünür. İnkişaf etmiş ölkələr, inkişaf etməkdə olan ölkələr bu iki dənəni bizə öyrədiblər. Amma üçüncü ölkəni mən sizə deyim. Deməli, birinci ölkə inkişaf etmiş ölkələr, ikinci ölkə inkişaf etməkdə olan ölkələr, üçüncü ölkə isə ölkələr sırasına daxil olanlar. İnkişafı dayanmış, basıb bağlamaqla məşğul olan ölkələrdir. Yəni, bunlar irəli getmir, amma ancaq geriyə gedir. Ad çəkməyə ehtiyac yoxdur, yəqin ki, başa düşdünüz bu ölkələrə hansılar daxildir. Deməli, 3 ölkələr, dünya ölkələri 3 yerə bölünür. İnkişaf etmiş ölkələr, inkişaf etməkdə olan ölkələr, bir də inkişafı dayanmış, basıb bağlamaqla məşğul olan ölkələr. Almanya, görün heyvanların təbiətin qayğısına necə qalırlar. Uğurlar hər kəsə, xeyirli günlər, işiniz avand olsun. Baxın dostlar, deyim, bu mağazinin vəsaitindən, yəni düzəldilib. Bu Hacı Leyləyin yuvası. Özünüzdən müğayət olun. Hər kəsə kolay gəlsin düşlər demişkən.